Düzün desək, müharibəyə onlar yola düşəndə dayısına zəng eləmişdi. Yusuf dayısına zəng eləmişdi. Dayı biz gedirik, inşallah torpaqlarımızı azad edəcək. Yusuf dedi ki, televizordan da eşitdik ki, müharibə başlayıb. Yəni, Yusuf dedi, mən sizə demədim, Akşin mənə zəng eləmişdi ki, dayı gedirik, belə inşallah torpaqlarımızı azad edəcək. Ondan sonra da elə həftədə 3 gündən bir telefonlarında zaryadıq olanda əlaqə tuturdu, soruşurdu hamını, qohmaq rəbəni, kətdə kim var, kim yoxdur, hamısını soruşurdu. Biz də deyirdik müəllim məsələdə filan kəs şükür toy olan, nə eləyən, deyirdik salamatlıqdır. Həmişə o bizə deyirdi, özünüzdən müğayət olun. Mən də deyirdim, Akşin, sən özündən müğayət olun, sən bizə deyirsən, deyirdi, özünüzdən müğayət olun, inşallah. Allah gedirik, az qalıb. Torpaqlarımızı azad eləyəcək. Yoldaşlarının deməklə Akşingilin birinci döyüş yolu Kəlbəcərdən başlayıb. Hətta bunların bölücü Kəlbəcərdə Akşingil yolu açıb 3 gündə orada lazımlı tapşırıqları yerinə yetirəndən sonra bunlara tapşırıq gəlib geri qayıdırsınız. Bunlar deyib ki, biz elə indi başlayıb müharibə, bizi geri qaytarırlar. Ondan sonra Hadrutda yoldaşlarının verdiyi məlumata görə Hadrutda Akşin çox orada nailiyyətləri olub, silah ambarı partladıb, ondan sonra bir zabit əsir tutub gətirilib. Onlar, yəni biz yoldaşlarla eşitdiyimizə bizə çatan məlumata görə. Sonrası da ki, Cəbrayıldə ayın 4-ü bayraq sancmalarında, hətta Akşin orada iştirak edir, səsi də düşüb, qaça-qaça da bayraq aparır, deyir, bu bayraq sancılmalıdır, aparır, bölük komandirləri deyir, onlara o verir, çıxır orada bayrağı sancır. Akşinin nailiyyətləri çox olub, bizim çatan məlumata görə. Son döyüşü Füzulinin Qarğabazar deyilən yerdə olub. Elə bil, bunlar köməyə gəlib, bir başqa dəstəyə. Onun yoldaşının demənə ki, deyir, mən Akşin orada olmamalıydı. Akşinlə bizim aramız, mən deyir, aşağı düşmüşdüm, deyir. Akşin deyir, yəni köməyə getmişdi ora. Ümumiyyətlə, deyirdi, Akşinin bir xəsiyyəti var idi. Həmişə deyir, çox silah götürür, yəni patron götürməzdi. Deyirdi, mən buna niyə yük eləyirəm? Onsuz da erməni vurub, onu mağazinə götürüb keçirməliyəm. Yəni ki, ancaq mən qabağa getməliyəm. Müngül olmum, qabağa gedim. Elənçi də eləyirdi, elə deyir, həmişə. Mağazini çox yığmazdı, üstündə çox deyir, veş aparmazdı ki, onsuz da onlardan bizə qənimət qalacaq. Götürəcəm onu, eləyəcəm. Yenə desin, Cəbrayıldədir, bir tankı ələ keçirirlər, o tankın içinə girir, baxır, o videosu da var, uşaqlar da deyir, onu çəkir, orada yenə deyir, bayraq, səndə elə bir dənə bayraq var, o birisi bayrağı da verir, səsi də düşüb burada. Füzulidə dediyim kimi, o Qarğabazarda ermənilər çox olub. Çox olub, bunlar köməyə gedəndə, yəni bunlar üzbəyiz döyüşdə şəhid olub. Akşin snayperlə başından vurublar. Elə həmən günü, axşamı da Akşini götürüblər orada. Yəni ermənilərdə olmayıb o torpağı. Deyirlər ki, yox, elə bizimkilər ala-ala gedirmişlər, elə orada da aldılar. Elə həmən gün Akşin şəhid olan günü səhərdə Füzuli azad olundu. Mən fəxr eləyirəm Akşindən ki, mənim Akşin kimi evladım var idi. Var. Akşin deyə bilərəm ki, bəlkə də 18 yaşına kimi, 20 yaşına kimi Akşini mənim evladım kimi tanıyırlarsa, 44 günlük müharibədən sonra mən Akşinlə tanındım.